Hər vaxtınız xeyir, obyektivdəsiz. Bugün danışacağımız mövzu hər səhər işə tələsən, əmək haqqını, məzuniyyətini, iş vaxtını düşünən hər kəsə birbaşa toxunur. Əmək məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi əmək münasibətlərinə baxışın dəyişməsidir. Bəs bu dəyişikliklərə ehtiyac niyə yarandı və bizi hansı yeni mərhələyə aparır? Ailə vəzifələri olan işçi anlayışı nə deməkdir və bu kağız statusu üzərində qalacaq, yoxsa real həyatda işçinin iş-ailə balansını qoruyacaq? Məsafədən iş artıq qanunla tənzimlənirsə, iş vaxtı nə zaman başlayıb, nə zaman bitəcək, artıq iş saatları və sosial təminat hesablanacaqmı? Məzuniyyətlərin hesablanmasındakı yeniliklər kimlər üçün üstünlük, kimlər üçün yeni məsuliyyət yaradır? Və ən əsası, bütün bu dəyişikliklər qüvvəyə minərsə, vətəndaş gündəlik iş həyatında hansı real fərqləri hiss edəcək? Bu suallara bugün obyektivdə aydınlıq gətirəcəyik. Peşə standartları ilə bağlı qısa bir məlumatımız var. Bu standartlar işçinin müvafiq peşə və ixtisas üzrə yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Gəlin, birlikdə izləyək, ardınca studiyada söhbətimiz davam edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi etdiyi əmək sahəsində standartlaşdırma üzrə texniki komitə tərəfindən əməyin mühafizəsi ilə bağlı dövlət standartlarının hazırlanması işləri davam etdirilir. Ötən il daha 110 dövlət standartı hazırlanaraq Azərbaycan Standartlaşma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilmişdir. Standartlar Beynəlxalq Əmək Təşkilatının əməyin təhlükəsizliyi və gigiyenası haqqında 155 nömrəli konvensiyasının tələblərinə uyğun olaraq hazırlanmışdır. Həmin standartlar iş yerlərində sağlam əmək şəraitinin təmin edilməsi, əmək şəraitinin müasir tələblərə uyğun təşkil olunması, əməyin təhlükəsizlik qaydalarının təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət edir. Bununla da Texniki Komitə tərəfindən əməyin təhlükəsizliyi ilə bağlı hazırlanaraq təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılmışdır. Obyektivdəsiz studiyamızda mövzuya peşəkar baxış var. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə ilə söhbətə başlayırıq. İslam müəllim, xoş gəlmisiniz. Salam, xoş gördük. İslam müəllim, əmək məcəlləsinə bu qədər geniş islahatların keçirilməsinə səbəb nədən yarandı və biz bu islahatları yeni bir mərhələnin başlanğıcı hesab edə bilərikmi? Məcəllənin tənzimlədiyi münasibətlər daim dəyişir və bu dəyişən münasibətləri nizama salmaq üçün qanunvericilikdə mütəmadi olaraq dəyişikliklərə zərurət yaranır. Bugün danışdığımız mövzu ilə bağlı böyük dəyişiklik layihəsi də əsas bu zərurətdən irəli gəlir. Analığın mühafizəsi haqqında 1952-ci il konvensiyasına yenidən baxılması haqqında 183 nömrəli konvensiya var ki, bizim qoşulduğumuz konvensiyaların tələblərinə əsasən qanunvericiliyimizdə müəyyən dəyişikliklərə zərurət yarandı. Yəni bu qeyd etdiyim bu zərurətlər hazırda bizim təqdim etdiyimiz, yəni Milli Məclisdə artıq 3-cü oxunuşdan keçmiş qanun layihəsinin hazırlanmasına zərurət yaradır. İslam müəllim, ümumiyyətlə əmək məcəlləsinə yeni anlayışlar gətirilir. Bunlardan biri də ailə vəzifələri olan işçi anlayışıdır. İstərdim biraz bu mövzunu açaq. Ailə vəzifələri olan işçi kimdir və o öz hüquqlarından necə istifadə edə biləcək? Sizin də qeyd etdiyiniz kimi ailə vəzifələri olan işçi ilk dəfədir Azərbaycan Respublikasında, yəni ölkəmizdə qanunvericiliyi ilə təsbit olunur belə bir anlayış. Ailə vəzifələri olan işçi tibbi rəyə əsasən qulluğa ehtiyacı olan ailə üzvünə və ya himayəsində olan digər ailə üzvünə, himayəsində olan şəxslərə qulluq etmək məqsədi ilə qulluğa görə müəyyən işdə irəli çəkilməkdən, işə başlamaqdan məhrum olan şəxslər nəzərdə tutulur. Bu şəxslərlə bağlı, yəni hazırda bizim əmək münasibətlərinin təhlili göstərir ki, işçi ilə işə götürən arasında bu məsələlərlə bağlı bir çox hallarda mübahisələr yaranır. Yəni eyni zamanda məcəllədə ayrı-seçkiliyin qadağan olunması, yəni bir sıra şəxslərlə bağlı, xüsusi kateqoriyadan olan şəxslərlə bağlı ayrı-seçkiliyin qadağan olunması müəyyən olunubdur. Məsəl üçün əlilliyinə görə şəxslərə əmək münasibətlərində ayrı-seçkilik qoyula bilməz, ictimai münasibətinə görə, dini, irqi vəziyyətinə görə ayrı-seçkilik müəyyən oluna bilməz. Biz bu dəyişikliklə eyni zamanda ailə vəzifələri olan işçinin də müəssisədə ayrı-seçkiliyə məruz qalmaması ilə bağlı müddəə əlavə olunur qanunvericiliyə. Eyni zamanda işçi ilə işə götürən arasında, yəni işçinin müəyyən işlərə cəlb olunmasında həmin kateqoriyadan olan ali vəzifələr olan işçilərin
xüsusi imtiyazları tanınır. Belə ki, gecə vaxtı işli, xüsusi ağır və zərərli işlərdə çalışan ali vəzifələri olan işçilərə işə götürənlə münasibətlərində həmin ali vəzifələri olmasının xüsusi formada tənzimləməsi, nəzərə alınması nəzərdə tutulur. Bəs azyaşlı uşağı olan analar ailə vəzifələri olan işçi kateqoriyasına aid edilirmi? Bununla bağlı tibbi rəy varsa, hər bir halda azyaşlı uşağı olan analara münasibətdə qanunvericilikdə xüsusi normalar və güzəştlər nəzərdə tutulub. Bu özü artıq bu günə qədər olan qanunvericilikdə də mövcud idi. Bu ailə vəzifələri onun işçisi sırf tibbi rəy olmalıdır. Tibbi rəy olmalıdır ki, həmin işçinin ailə üzvünə qulluqla bağlı, yəni həmin qulluq etdiyi ailə üzvünə münasibətdə tibbi rəy olmalıdır ki, ona qulluqla bağlı müəyyən əmək funksiyalarını, əmək münasibətlərlə bağlı öhdəliklərini həyata keçirməkdən məhrum olur. Aha, anladım. İndi toxunacağım mövzu əminəm ki, bütün çalışanları maraqlandıran bir mövzudur. Çünki Əmək Məcəlləsinə yeni daxil edilməsi planlaşdırılan bir məsələ də distant, yəni məsafədən işdir. Hər kəs istər ki, bu hüquqdan istifadə edə bilsin. Çünki günümüzdə məhz ictimai nəqliyyatın sıxlığını nəzərə alsaq, həyatın sürətini, texnologiyaların inkişafını nəzərə alsaq, bu labüddür demək olar ki. Amma bir məqam da var ki, yəni distant iş dedikdə ağla həm də o gəlir ki, necə işləyəcəyik, iş saatımız necə hesablanacaq, əmək haqqımız azalacaqmı? İstərdim bax bu mövzulara aydınlıq gətirək. Sizin də qeyd etdiyiniz kimi, yəni mən daha əvvəl də dediyim kimi əmək münasibətləri mütəmadi dəyişkən olur. Yəni artıq hazırda olduğumuz dövrdə əmək münasibətlərinin bir mənalı distant işi ilə bağlı tələbin mövcud olduğunu artıq biz görürük. Belə ki, hamımızın da bildiyimiz 2020-ci ildə, yəni pandemiya dövrü artıq bir çox müəssisələrdə distant işin tətbiqini zəruri vəziyyətə gətirdi və bizim əmək münasibətləri ilə bağlı apardığımız təhlillər də göstərir ki, bir çox müəssisələr artıq bunu tətbiq etməyə başlayıblar. Tətbiq etməsini həyata keçirirlər tətbiqini. Yəni bunun qanunvericilikdə olması artıq onun müəyyən hüquqi tənzimləmələrə gətirib çıxaracaqdır. Ən əsas məsələ sizin qeyd etdiyiniz məsələdir ki, işçi ilə işə götürən arasında distant iş zamanı münasibətlər necə tənzimlənəcək? Yəni bu hal-hazırda bizim gətirdiyimiz dəyişiklik ilkin olaraq distant işin anlayışı ilə bağlıdır ki, müəyyən məsafədən müəyyən elektron cihazların tətbiqi ilə işin həyata keçirilməsi. Burada ən əsas məsələlər dediyimiz kimi işçi ilə işə götürən arasındakı əmək haqqının ödənilməsidir, əmək mühafizəsi qaydalarıdır, bunlar necə tənzimlənəcək? Bununla bağlı da biz qanunvericiliyə tənzimləyici müddəa əlavə edirik ki, bu eyni zamanda əmək haqqı və digər məsələlərlə bağlı da, bunlar da, yəni bu məsələlər hər bir halda işçi ilə işə götürən arasında bağlanan əmək müqaviləsi ilə tənzimlənəcəkdir. Bu əmək müqaviləsində nəzərdə tutulan əmək haqqı, yəni distant işin tətbiqi məqsədi ilə hər hansı bir formada azaldılması nəzərdə tutula bilməz. Yəni, bu da ki, belə deyək, qanunvericiliyin bir mənalı tələbidir. Ümumilikdə də, yəni əgər işə götürənə, işçiyə hər hansı bir hüquq müəyyən olunubsa, onun qanunla müəyyən olunmuş hər hansı bir hüququ işə götürən tərəfindən azaldıla bilməz. Amma bəzən bu distant iş anlayışına bəzi işə götürənlər mikromenecment səviyyəsində yanaşırlar. Çünki hələ ki bu məsələ biraz mübahisə mövzusudur. Baxın, bəzən müzakirələr getdikdə də düşünürlər ki, işçilər evdən işləyəcəksə, mütləq şəkildə çox sərt bir nəzarət mexanizmi olmalıdır. İşçinin dəqiqələri yoxlanılmalıdır, kompüterdə xüsusi onun giriş-çıxış vaxtlarına nəzarət olunmalıdır. Bu məsələlər də qanunvericilikdə nəzərdə tutulacaqmı, yoxsa bu elə işə götürənlərin ixtiyarına veriləcək? İşçinin əmək şəraiti ilə bağlı, eyni zamanda hüquqları ilə bağlı bir çox məsələlər əmək qanunvericiliyində ümumi normalar nəzərdə tutulub, amma bunlarla bağlı xüsusi məsələlər artıq əmək müqaviləsi ilə tənzimlənir. Yəni işə götürən əgər işçiyə iş vaxtını müəyyən edibsə, bunun distant məsafədən olması ilə iş yerində həyata keçirilməsi arasında bir fərq olmayacaq. Belə ki, işə götürən distant həyata keçirilən işdə də öz müəssisə daxili qaydalarının həyata keçirilməsini, təmin olunmasını işçidən tələb eləyə bilər. Burada qeyd eləmək istədiyim nədir? Yəni əmək müqaviləsində əgər iş vaxtı və iş saatları necə müəyyən olunubsa, müəssisədə olan formada da eyni qaydada
distant işdə də o həyata keçirilməlidir. Söhbətimizə kiçik bir fasilə veririk. Efir növbəsində bizi sosial dostlarımız gözləyir. Ölkənin ilk sosial televiziya layihəsi olan Dost TV-yə birbaşa bağlanırıq. Həftəlik sosial xülasənin təqdimatı ilə Əsmər Nəcməddin qızı bizimlə bağlantıdadır. Hər vaxtınız xeyir Əsmər, söz sizdədir. Salam xanım, hər vaxtınız xeyir olsun. Sizi və tamaşaçıları Dost TV-nin studiyasından salamlayıram. Həftə ərzində sosial sahədə baş verən ən son xəbərlər ilə qarşınızdayıq. Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinin görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər. Son illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 min mənzil verilib. Ötən dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 7700 şəxs isə avtomobillə təmin olunub və növbədə olanların avtomobillə təminatı başa çatıb. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci il ərzində 54,5 min şəxsə əlillik təyin edilib. Onlardan 25,3 mini ilkin, 29,2 mini təkrar əlillik təyinatıdır. Əlillik təyinatından sonra elektron sistem üzərindən əlilliyə görə praktik qaydada sosial ödənişlər təyin edilir. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracaqlarım bu qədər. Diqqətiniz Real TV-də olsun, obyektiv davam eləyir. Hələlik. Təşəkkür edirəm Əsmər. Dost TV ilə birbaşa bağlantıda həftəlik sosial xülasəni izləyirdiniz. Obyektiv işini davam etdirir. İslam müəllim, istərdim məzuniyyət dövrü məsələsinə toxunaq. Məzuniyyət dövrünün yenidən hesablanması necə həyata keçiriləcək və bu işçi ilə işə götürən arasındakı məsələlərə, eyni zamanda onların hüquqlarına necə təsir edəcək? Barəsində danışdığımız qanunvericilik layihəsində belə demək olarsa ən çox tənzimləmə və həyata keçirilən dəyişiklik elə əmək məzuniyyəti ilə bağlı olan məsələlərdir. Burada düşünürəm ki, cəmiyyətimiz üçün ən maraqlı olan hissə bu atalıq məzuniyyətin tətbiqi ilə bağlı olan müddəadır. Belə ki, bildiyimiz kimi hal-hazırda da əmək məcəlləsində uşağın doğulması ilə bağlı ataların ödənişsiz məzuniyyətdən istifadə etmək hüququ vardır. Lakin apardığımız təhlillər göstərir ki, bu ödənişsiz məzuniyyətlərdən istifadə o qədər də aktual deyil. Çünki ata o məzuniyyətdən istifadə etdiyi zaman hər hansı bir əmək məzuniyyəti haqqı ala bilmir. Hazırki dəyişikliklə artıq bu yeni bir mərhələyə qədəm qoyur. Burada övladı doğulan ataya həm doğuşdan əvvəl, həm doğuşdan sonra olmaqla, yəni ümumilikdə öz seçiminə əsasən ümumilikdə 14 gün müddətində ödənişli məzuniyyətin verilməsi nəzərdə tutulur. Digər bir dəyişiklik isə doğuşun baş tutması ilə bağlıdır. Bunu belə izah edək. Bir çox hallarda doğuş tibb müəssisəsi tərəfindən verilmiş əmək qabiliyyəti müvəqqəti itirilməsinə görə vərəqə əsasında hazırda ödənilir. Amma təcrübədə bir çox hallarda görünür ki, uşağın doğulması həmin tibb vərəqəsində göstərilən müddətdən bir müddət əvvəl baş verə bilər. Bu halda ana doğuş olduğu halda həmin dövr üçün məzuniyyətdən istifadə hüququnu həyata keçirə bilmir. Yəni analıq məzuniyyətinin müddəti mi artırılır? Yoxsa doğuş vaxtından öncə olarsa elə o müddətdənmi çıxacaq? Biraz onu sadə açaq. Bir növ belə deyək də, əgər doğuş əmək qabiliyyəti müvəqqəti itirilməsinə görə dövrdən fərqli müddətdə əvvəl baş verərsə, bu halda əslində praktikada artıq analıq məzuniyyətinin müddəti artırılmış olur. Yəni 126 gündən çox veriləcək anaya, bəli, yoxsa? Əgər doğuş ondan əvvəl həyata keçirilib, baş veribsə, bu halda 126 gündən artıq verilə bilər. Nə qədər artıq verilə bilər? Yəni faktiki olaraq doğuşun həyata keçirildiyi dövrdən artıq müvəqqəti itirildiyi dövr 126 gündən
Hansı dövrdə həyata keçirildi, doğuş baş veribsə, bu dövr üçün həyata keçirilir. Və o öncəki dövr üçün də anaya əlavə olaraq məzuniyyət haqqı həmin dövr üçün ödəniləcək. bəli, məzuniyyətdə sayılır analıq məzuniyyət. Çox gözəl. Bir də istərdim ki, bu məzuniyyətin hesablanmasında sadə bir nümunə əsasında izah edək ki, vətəndaşlarımız, bizi izləyənlər daha yaxşı anlasınlar ki, əslində biz nəyi nəzərdə tuturuq. Əgər siz əmək məzuniyyətinə çıxırsınızsa, ondan əvvəlki dövrdə ödənişsiz və ya qismən ödənişli sosial məzuniyyətdə olmusunuzsa, həmin dövrdə əmək haqqı almamısınız və əmək məzuniyyətinə çıxanda sizin əmək haqqınız son 12 aylıq dövr nəzərə alınıb və həmin dövr üçün hesablanacağı üçün əmək haqqı, məzuniyyət dövründə alacağınız əmək haqqı özün normal həmin ay alacağınız əmək haqqıdan aşağı olurdu. Bu dəyişikliklə artıq siz əgər ödənişsiz məzuniyyət, qismən ödənişli sosial məzuniyyətdə olmusunuzsa, bu halda həmin dövrlər nəzərə alınmadan sizin sonuncu əmək haqqı aldığınız, yəni əmək məzuniyyətinə çıxmadan öncə sonuncu əmək haqqı aldığınız ən yaxın aydan etibarən hesablanacaq artıq 12 aylıq dövr. Təşəkkür edirəm aydın sadə izahınıza görə. İslam müəllim, bu dəyişikliklərdən sonra vətəndaşlar gündəlik əmək münasibətlərində hansı real fərqləri hiss edəcəklər? Birinci növbədə biz danışdıq ailə vəzifələri olan işçidən. Hazırda dediyimiz kimi, yəni problemdir ki, bir çox şəxslər müəyyən çətinliklər səbəbindən qulluq etdiyi ailə üzvünə əmək iş yerində olması səbəbilə qulluğu həyata keçirə bilmir, qulluq etməli olduğu ailə üzvünə. İşə götürən artıq ailə vəzifələri olan işçilərə münasibətdə daha həssas yanaşma tələb edir işə götürənlərdən. Digər bir real artıq tənzimləmə danışdığımız yenə distant işi ilə bağlıdır. Artıq hüquqi əsas yaranır və işə götürənlər bu hüquqi əsası rəhbər tutaraq öz fəaliyyətlərini həyata keçirə bilərlər. Həm işçilər, həm işə götürənlər üçün ən real hiss edilə biləcək məsələ bayaq qeyd etdiyimiz yenə məzuniyyətlərlə bağlı məsələdir. Artıq məncə bir çox kişi vətəndaşlarımız üçün bu xoş xəbərdir ki, artıq atalıq məzuniyyətindən istifadə etmə hüquqları yaranır və ödənişli əsaslarla. Bu həmçinin ailə institutunu da möhkəmləndirir. Uşaq həm öz atası ilə vaxt keçirir. Çünki biz adətən atalar daim işdə olur, yük ananın üzərinə düşür, sadə dillə desək. Amma indi həm ata uşaqla vaxt keçirəcək, yeni doğulmuş körpəsi ilə, ailəsi ilə birgə olacaq, həm də buna görə ödəniş alacaq. Təbii ki, həm də uşağın doğulduğu dövr bilirik də, həm ailə üçün, həm ana üçün çətin dövrdür. Bu çətin dövrdə bəli, bu bütün bu çətinliyi birbaşa ananın üzərində qalması təbii ki, yəni istənilən halda çətinlik yaradan vəziyyət idi. Ən azı 14 gün belə olsa atanın həm övladı ilə, həm ana ilə birlikdə olması ailəyə təbii ki, ailə institutunun daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Təşəkkür edirəm sizə, İslam müəllim. Söhbətimiz əsasında gəldiyim qənaət ondan ibarət oldu ki, bu yeni əmək məcəlləsinə daxil ediləcək məsələlər həm də işə götürənlərin menecment keyfiyyətlərinin yüksəlməsinə xidmət edəcək. Çünki bu qeyd olunan məsələlər eyni zamanda işə götürənlə işçi arasında empatiyanı daha da gücləndirir. İşə götürən də nə zamansa işçi olub. Çünki biz özümüzə rəva bilmədiyimizi başqasına rəva görməməliyik. Onları da anlamalıyıq və iş-həyat balansının qorunması indiki gündəlik həyatımızda çox aktualdır. Bu çox vacibdir, çünki dövr inkişaf edir, texnologiya inkişaf edir, zaman sürətlənir və bəzən 24 saat belə bizə azlıq edir. Ümid edirik ki, çox faydalı olacaq həm işçilərimiz üçün, həm işə götürənlər üçün və digər məqamlar da var ki, artıq bir çox dünya ölkələrində tətbiq edilir bunlar. Ümid edirik ki, bizim ölkəmizdə də o qaydaların tətbiqi nəzərdə tutular. Bunlardan biri də 4 günlük iş rejimidir ki, qonşu ölkələrdə artıq tətbiqi var. Biz də hibridə doğru gedirik, distant işə doğru gedirik. Bəlkə gələcəkdə bu da baş verə bilər. Ola bilər, bəlkə də qeyd etdiyim kimi əmək münasibətləri daim dəyişkəndir və bu əmək münasibətlərinin dəyişkənliyi qanunvericiliyə də, hüquqa da, hüquqi dəyişikliklərə də öz təsiri göstərir. Yəni ictimai münasibətlər, əmək münasibətlərinin dəyişkənliyi gələcəkdə qanunvericiliyə də öz təsirini göstərə bilər. İslam müəllim, təşəkkür edirəm ki, bugün studiyamızın qonağı oldunuz və çox önəmli məqamlara aydınlıq gətirdiniz. Bəli, bir daha xatırladım ki, qonağımız Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə idi. Hüquqlarımızı bilmək, onları qorumağın ilk addımıdır, amma bu bilik yalnız məlumat olaraq qalmamalıdır. Gündəlik həyatımızda istifadə etdiyimiz bizi daha güvənli edən bir alətə çevrilməlidir. Bugün əmək qanunvericiliyinə təklif olunan dəyişikliklərə məhz
bu baxışla nəzər saldıq. Hər bir vətəndaş öz hüququnu vaxtında tanısın, düzgün formada tətbiq etsin və əmək münasibətlərində özünü tək hiss etməsin. Obyektivin məqsədi də məhz budur. Mürəkkəb hüquqi anlayışları sadə, anlaşılan və hər kəs üçün faydalı etmək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Növbəti buraxılışlarda görüşənədək.